بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأراضين روح وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائه وأعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Allahın lütfü inayetiyle bugün Əqaidin 35-ci dərsində bəhsimiz vəhyin həqiqətidir. Vəhy üçün bizim özümüzdəki vəhy olmayıb və bütün öqəlayı da müraciət edəndə əql sahibləri bu şeyi görmədiklərinə görə əqlin bu məsələnin dərk etməsi müşküldür. Və əql vəhiy necə olar, heç kəs ona hüküm verə bilməz. Lakin o kəs ki, ona vəhiy nazil olur, o buna açıqlaya bilər ki, bunun mahiyyəti, həqiqəti, vaqiyyəti nədən ibarətdir. O cümlədən vəhiy sahibi Allah Teala indi biz Qur'anı müraciət edəcək. Vəhyin mahiyyəti nədir? Quran-ı Kərimdə qısa, yəni ayələrlə, işarə ilə mahiyyətini təqribən dərk eləmək üçün ki, belə bir şey vəhiy deyilir, vəhiy təxminən bu formada olur, o qədər bizə yəni kifayət, ağlımız o səviyyədə dərk eləsin, kifayət qədəri bəs edər. Onlardan biri məsələn Təkvir surəsinin 19-cu ayəsində Allah Teala buyurur ki, İnnəhu ləqavlu rəsulən kərim. O, kəramətli elçinin sözüdür. Vəhiy belə tərif edin. Məsələn, Tarıq surəsi 13-cü ayədə Allah Teala buyurur, İnnəhu ləqavlun fasl. Yəni, haqqı batildən ayıran qovl sözdür. Biz məlum oldu ki, vəhiy özü nədir? Sözdən ibarətdir. Və, yəni, Peyğəmbərə vəhiy gəlirsə, yəni, kəlam gəlib. Kəlam. İkinci məsələ, Qur'an-ı Kərimdə, məsələn, Əbəsə surəsi 11-ci ayədən ta 16-cı ayədə Allah Teala buyurur, Kəllə innəhə təzkirə Fəmən şəə zəkərə. Bunu deyəndən sonra gəlir burada fi suhifin mükərrəmə mərfuətin mutahhirə. Buyurur ki, biz məlum olur ki, səhifələrdən ibarət olur və özü də pak bir şeydə. Ona görə məsələn Qur'an-ı Kərimin pak yerdə saxlamaq və ilaxır müəyyən şeylər şərtdir. Bə'əydi səfərətin kiramin bərərə. Bə'əydi səfərətin, yəni o yəni kəramət sahibi olan, özünə qiymət vermiş və seçilmiş yaxçı səfirlərin əlinə verirlər. Bu vəhiy, yəni onlara tapşırıla bilər fəqət. Yəni, vəhyi hər kəs verilmir. Biz məlum oldu ki, bir səhifələrdən ibarətdir, lövhə. Bir də ki, bu xüsusi səfirlər ki, o sifətdə özünə ehtiram edən, hər cəhətdən özünə qiymət verən şəxsə və səfirlərinin sifəti buydu və bir də ən yaxçı vəsflərlə vəsflənmiş. Dördüncü məsələn, Şüəra surəsi 193-194-də məlum olur ki, bu qəlbə nazil olur. Nəzələ bihər ruhul əmin
alə qəlbik litəkunə minəl munzirin. Ruhul əmin Həzrəti Cəbrail sənin qəlbivə nazil edir bu vəhyi. Qəlbə oturur, o da indi necədir? Onu məsələ biz deyirik. Litəkunə minəl munzirin. Ta cəmaati o xətalardan, xətərlərdən onları saxlayasan, qoruyasan. Məlum oldu ki, vəhiy burada qəlbə nazil olur. Vəhiy neçə dənə kəlam oldu, səhifələrdə oldu, pak bir şeydir, pak yerdə oldu və xüsusi elçilər, səfirlər ki, yəni onlar kəramət sahibidirlər, yəni özünə ehtiram, qiymət verənlərdirlər, bərələ ən yaxşı sifətlərə malikdirlər. Onların vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil olur. Biz bu 4-5 mərhələni keçin. Hədislərə gəldikdə İslam Peyğəmbəri və İmam Həsən Əskəri əleyhissalatu və səlamlardan rivayətlər var. Rivayəti məsələn biri Usul Kafidədir, birinci cildindədir, əvvəllərində, biri də Bəharın 18-ci cildinin 205-ci səhifəsində. Usul Kafidə olanda 13-cü səhifədədir. Buyururlar, vəhyin alan şəxsin vəsfində buyururlar, Peyğəmbər buyurur, kamil əql kəmala çatmaqla vəhiyyə almaq qüdrətinə malik olur. Və o biri rivayətdə bunu işarə vurur ki, ruhi pak olan vəhiyyə almağa qüdrəti çatır. Yəni ruhunda azca da olsa, günaha, xətaya düçar olursa, bu vəhyin ona nazil olmasına manidir. Bəharul Ənvarın 18-ci cildində, məsələn, səhifə 262-də bir rivayət var. Zürarə İmam Sadıq əleyhissalamdan çox gözəl bir rivayət nəql, sual verir Zürarə. İmamın çox ali tələbələrindən idi. Buyurur imama ki, imam, canımız sənə fəda olsun. O vəhiy gələndə vəllə Zürarənin əqidəsi vardır. Zürarə onu yerdə qalanlar üçün eşitdirirdi. Niyə? Çünki Buxaridə də, Müslümdə də qaranlik hadisəsi var və Ayat-ı Şeytan kitabında məlun Səlman Rüşdi bunun üçün yazdı, o kitabları istinadən yazdı. O da budur ki, Peyğəmbərin güya xəbəri olmadan şeytana vəhiy edir, sonra Cəbrail nazil olur, Cəbrail da onu səni şeytan getirib, çaşmırsan sən, əl-qərəz artıq yəni bütlərə səcdə eləmək əmrini verirdi ki, Allah Cəbrail düş aşağı, aləm deyib bir-birindən, şeytan aldırdı. Və bu əqidə sahiblərində bizim bir dənə sualımız var. Ki, sizin Buxarımızda, Müslümümüzdə bu şeylər var. Mən bir sual verirəm. Peyğəmbər hardan bildi o ki, şeytanı Cəbrail bilmişdi? Hardan bildi ki, o ikinci gələn Cəbraildir? İki birinci gələn Cəbraildir. Çünki bu şeytanla Cəbraili ayıra bilmişsə və Allah da çox belə Allah'a da adam qəbul edilmək gülünc gəlir ki, bir nəfər ki, hələ Cəbraillə şeytanı, iblisi ayıra bilmir, vəhyin olmasını bilmir, səviyyəsi o cür aşağı bir şeydir, ona durub vəhiy edir, onu Peyğəmbər seçir. Və əslən deyin, sual altına gedər. Yəni, əgər İslam Əhl-i Beyt məktəbi olmasaydı, o biri məktəblər olsaydı, bunun qabağında ya bu hədisi cırıb tullasınlar ki, belə bir qələt olunub, bu hədis qeyd olunub, bunu deyənlər qələt eləyiblər və ya da ona heç bir cavablar yoxdur.
hara yozsalar o zərərdir. Din sualatına gedir. Onda ona nazil olan ayələr mümkündür bəziləri şeytan nazil edib. Cəbrail, bu haradan bildi bu Cəbraildir? Bu şeylərlə şeytan da Cəbrail bilirdi. Yəni hesab kitab bitir burada. Hesab kitab bitir. Təəssüflər olsun Buxariyə keçən bu hədis Bəni Ümeyyə zamanı uydurulan hədislərdən biri idi ki, Peyğəmbərin şənini aşağı getirirsin. Nə qədər hədis uyduruldu Bəni Ümeyyə tarixində, o uydurulan hədislərin formalarından biri də budur. Ta insanlarda Peyğəmbərin Peyğəmbərliyinə daimən şübhə, din sonradan da olsa heç olmasa sual altına geçsin. Dini, din adı altında vurmaq. Bunun da işimiz yoxdur. Bunlar ki, gəlir bizə deyirlər ki, mənim sizdə belə var, bir adam deyirlər, bir əvvəl özvə bax, əvvələ məndə olan elə sən qanmamısan, öz qandığın qrafı ilə durub hökum verirsən, xəbərin də yoxdur, məsələ nədən gedir, bazıva gələni danışırsan, ya bir də görsən, əsən iftira var, bir var, onu səhbaş ödüşüb olanı. Ağzına gələn də deyirlər. Bir, əsən bizdə yoxdur, bizi iftira atıla, bu sizdə var. Halbuki öz kitabları nə göndərdir? Bir qaranlıq hadisəsi məşhur bir şeydir. Allah hifz eləsin ayətullah ül-uzma Əllamə Şeyx Cəfər Subhaniyə İstanbulda konferans olub 93-cü ildə səhv eləməlisəm. 20 il bundan, 20 ildən də 22 il bundan var. Orada ağaya qısa müddətdə söz verirlər ki, Şiə mənim nə əqidəsi, bundan başdan təhqir edib də aiz Şeyx Cəfər Subhani yol deyəcək. İran tərəfdən mi gəlir? Və o zaman onlara iki şey, bir 12 imam hədisi ilə, bir Kitab-əllah və İtirət hədisini, mən çox konferans kitabı qalınlığındadır. Mən hamısını oxumuşam. Təəssüflər olsun ki, o kitab ki, Türkiyədə çap olundu. Şeyx Cəfər Subhaninin kəlamından başqa, hamısı Türkçə, çünki Türkiyədə bunu təşkil olunmuşdu deyəm. Şiilik simpoziumu, adı da bu cürdür. Yaşıl rəngidir o zaman, mən kitabxanadan oxuyub getirmişim, bu qalınlıqda kitabı. Bütün hətta Saudiyyədən, mən nə bilim, İyordən, oradan, buradan, Misirdən, zaten Haydan, Huydan gələnlər, ərəblərin hamısı dedikləri tərcümə olmuşdur. Çünki yəni əleyhində danışmamışsın. Şeyx Cəfərin danışdığının ərəbcə necə danışıb, özü o ərəbcə danışır, ərəbcə vermişdir, bir kəlmə də tərcümə eləməmişdir. Bir kəlməsini də tərcümə eləməmişdir orada. Orada Şeyx Cəfər bunların kitablarına özlərini neçə məsələdə vurur. Biri də bu qaranlıq hadisəsini orada qeyd etdirir. Bu da bu. Zürarədə o məsələ ilə əlaqədar İmam Sadiqin vaxtında bu məsələ böyüyür. Və ona görə Mədinədə zındıqlar, yəni ateistlər çox cövlan edirlər. İmam Sadiq əleyhissalam sual verir ki, yəni o kəsə ki, vəhiy nazil olub, o ayət eləyə bilirdi ki, o vəhiyi getirən mələkdir, Allahın səfiridir, ya şeytandır. İmam Sadiq əleyhissalam buyurur ki, cavabı da ayırt eləməsi budur ki, necə mən səni görürəm, o cür həqiqətini görürdü. Yəni, Peyğəmbər şeytan nədir? Hamısının vaqiyyətini bilir, görür. Cəbrail nədir? Vaqiyyətini görür. Əgər yanınızdadırsa, haram məqarasında o bir hədis ki var və o hədisdə dedim ki, oxuya bilmirəm, oxuya bilmirəm, iqra mən bilmirəm, o hədisi də dedim, hətta şiə mənbərlərində hər kimdən nəql edilirsə, bu hadisə uydurmadır, əqidə, əsli əqidə ilə ziddiyyəti var və əqillə də ziddiyyəti var və o hədisin sənədlərində də hətta müşkül var ki, o müxalif, Bəni Ümeyyə zamanında düzəldilən bir şeydir, o da budur. Xub Cəbrail qəbələ bilmir. Durub gedir, məsələn,
Həzrəti Xədicə salamullah aleyhanın əmsoğunun yanında ki, bu mənə gələn nədir? Mələkdir, şeytandır, cindir, nədir bu? Yəni, mən məsələn havalanıram. Bu məlumdur, bu bənim müəyyən zamanda düzələn hədislər. Hətta bizim kitablarımızda hər kimdən yazsa uydurmadır. Hər kəs biz onu, mən o tarix dərsini o vaxt demişim. O imam burada buyurur ki, Peyğəmbər görürdü. Mən səni necə görürəm, sənin həqiqəti bir vaqiyyət, bir dərk edən görürəm. Peyğəmbər də o cür Cəbraili, şeytan, hər bir şeyi vaqiyyəti ilə görürdü. Gözü ilə görürdü. Bu bir. Burada ikinci bəhsimiz bundan ibarətdir ki, bir vəhiy var, bir şuhud. Məsələn, ariflər bəzi şeyləri müşahidə edirlər, şuhud, onlara şuhud aləmi açılır. Məsələn, o deyir ki, mənə ilham oldu, elə bir ki, filan məsələ barəsində, filan məsələnin həqiqəti budur. Bu nədir? Yaxşı, vəhiy dedi ki, vəhiy budur ki, Allah tərəfindən gəlir. Bir məlumat ötürülür. Yaxşı, şuhud nədir? O ariflərə də Allah tərəfindən bir şey ötürülür. Cavabdır, xeyr. Əsl və həqiqi cavabdır, xeyr. Arif ruhunun paklığı ilə, yəni hər bir insan bizdə öz ruhumuzu pak eləməklə, daxilimizdə o əqlin də həqiqətləri görməyi, yəni adi məsələn insanların görə bilmədiyi həqiqətləri biz görə bilərik. O da şuhud məsələsi arifdir ki, şuhud o vəhiy kimi deyil ki, Allah ona bir şey verir. Yox. Allah verib, fəqət onun üstü ki, toz bağlamışdır, elə bir açır üstünü. Şuhudda Allahdan ötürülmə deyil. Bəli, hamıya o şey verilib, hər kəs o yolu getsə, onu bəzi məsələn məlumatlar, qeybə məlumatlar və ya bir şeylər açılar və onu görə bilər. O, hər bir insan buna malikdir və eləyə bilər. Amma vəhiy hər adam üçün deyil. Və vəhiy də bir şiələrin əqidəsində Həzrəti Rəsul-i Əkrəmlə dayandırılır, sonra çatır. Ondan sonra vəhiy olmuyor. Amma vəhyin o ilham mənasındakı var, yəni din olaraq yox. Yəni, Həzrəti Zəhra səlamüləlik, Həzrəti Əmir əleyhisselamın nazulu və o mələkə məsumlarımıza da adi düzdür ki, Ümmü Musa'ya da nazil olub, Həzrəti Musa'nın üstünə və bu cür bu şeylər mümkündür, heç bir müşkülə də yoxdur. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beytə.